Hər vaxtınız xeyir olsun. İlham Allahverdiyev, FMC şirkətinin direktoru. Az öncə biz memarlıq, inşaat sektorunda həyata keçirilmiş paneli yekunlaşdırdıq. Paneldə həqiqətən inşaat sektorunda baş verən yeniliklər, texnologiyalar, bizim əməkdaşlarımız, həmkarlarımız tərəfindən səslənən maraqlı bir fikirlər oldu. Biz öz fikirlərimizi bölüşdük və eyni zamanda inşaat sektorunda növbəti mərhələlərdə nə kimi addımlar atıla bilər və bazarın gedişatı üzrə nə kimi gözləntilər və fikirlər varsa bir-birimizlə paylaşdıq. Həqiqətən bu panel hər birimiz üçün istəyir istehsal olunmuş materiallar tərəfindən, istəyir texniki tərəfdən inşaatda baş vermiş dəyişikliklər tərəfindən bildirilən hər bir həmkarımın təcrübəsi bizi bu sektorda daha güclü etməyə sövq edəcək və əminəm ki, gələcəkdə bu tip forumların keçirilməsi bizim inşaat və memarlığı daha da irəli aparacaqdır inşallah.